Bərdə rayonunda yaşayan Fidan ailə münaqişəsi zamanı həyat yoldaşı Şirvanı qətlə yetirib. Məlumata görə Mingəçevir şəhər sakini Fidan 2014-cü ilin noyabr ayında Şirvanlı ailə həyatı qurub. Fidan bir neçə il sonra Facebookda Ruslan adlı kişi ilə tanış olub. Bir neçə gün Ruslana özünü subay diş həkimi kimi təqdim etsə də, Ruslanın gözlənilməz telefon zəngi nəticəsində əri və digər yaxın qohumları tərəfindən xəyanəti üzə çıxıb. Fidan bir müddət gündə 2-3 saat olmaqla əri Şirvan tərəfindən döyülüb. Həmçinin əri tərəfindən ölümlə hədələnib. Bu vəziyyətdən bezən qadın sərxoş vəziyyətdə olan ərini mətbəxdən götürdüyü bıçaqla vurub. Cinayəti övladının gözü qarşısına törədib. Kişi aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Gəncə Ağır Cinayətlər Məhkəməsinə keçirilən iclas zamanı qadının nəzərdə tutulan cinayət əməlini anlaqsız vəziyyətdə törətməsi sübuta yetirilib. Məhkəmənin hökmü ilə Fidan cinayət məsuliyyətindən azad edilib və məcburi müalicəyə göndərilib. Bu hökmdən zərər çəkmiş Şirvanın hüquqi varisi kimi tanınan anası apellyasiya şikayəti verib. O hökmün ləğv edilməsini, Fidanın təqsirli bilindiyi maddə ilə yuxarı həddə azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsini istəyib. Gəncə Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib. Oğlu öldürülən qadın qərardan kassasiya şikayəti verib. Ali Məhkəmə kassasiya şikayətini təmin etməyib.